Salamlayıram sizi Nino xanım və gəldiyinizə görə dərin təşəkkürümü bildirirəm. Mən də təşəkkür edirəm. Minnətdaram dəvətiniz üçün. Xoş oldu mənim üçün. Qarşılıqlıdır. Təşəkkür edirəm. Sizdən özünüzü qısa təqdim etməyinizi istəyəcəm. Özümü qısa belə təqdim edim. Nino Özbetalaşvili. Əslən gürcüyəm. Amma uzun illərdir Azərbaycanda yaşamışam, yaşayıram. Yəni bu mənim üçün də xoşdur. Rəssam, art terapistəm. Əsl istiqamət götürdüyüm sahə budur. Əslində 2 ali təhsil götürmüşəm. Birinci ali təhsilim jurnalistdir, lakin o ixtisasda mənə uyğun olmadı. Hər kəsin öz mizacına uyğun bir sənəti var. Mən o sənətdə özümü tapmadım. Daha sonra yaradıcılığa keçdim, rəssamlığa. Rəssamlıqda həqiqi özümü tapdım və bu istiqamətdə uğurları qazandıqca anladım ki, mənim yolum budur. Daha sonra rəssamlığı ixtisaslaşdıraraq ölkə xaricində Hollandiya proqramında art terapiya gümüş diplomunu aldım və art terapiyanı tətbiq etdikcə düşünürəm ki, nə yaxşı bu sənəti seçmişəm. Nə yaxşı bu istiqaməti, bu yolu seçmişəm. Çünki həqiqi mənada insanlara faydalı olmaq bunun özü bir xoşbəxtlikdir. Art terapiya mənim özümə də çox maraqlıdır. Art terapiya nədir və adi rəsm dərslərindən bunun fərqi nədir? Art terapiya nədir? Art deyəndə ümumiyyətlə rəsm nəzərə alınır, amma o deyil. Art ümumiyyətlə incə sənətdir. Yəni incə sənətin bütün qolları. Musiqi, idman, rəssamlıq, dram, aktyorluq, aktrisalıq, bunların hamısı, bütün incə sənət tərkibində gedir. Və art terapiyanın texnikalarında bütün bu incə sənətin qollarının hamısından tətbiq olunur. Çünki hər insanın təsir etmə metodu var. Bir metodla bütün insanlara təsir edə bilmərik. Hər insanı analiz edilir, konstitusiya olunur, hər uşaq analiz olunur və o uşağa təsir etmə metodu təyin olunur. Təyin olunandan sonra bəzi uşaqlara rəsm yolu ilə, bəzi uşaqlara oyun yolu ilə, daha çox oyun yolu ilə, oyun texnikaları ilə az yaşlı uşaqlarda seçilir. 5-8 yaşa kimi uşaqlarda, 3, 5, 8. Art terapiya yalnız uşaqlarla deyil, böyüklərlə də işləyirik, xanımlarla işləyirik, master klasslar olur, workshoplarımız olur, seanslar olur öz yerində. Rəsmdən fərqi nədir? Rəsm qolunu izah etsəm, art terapiyanın. Rəsm çəkirik sadəcə. Rəssam rəsmi çəkir, rəsmi çəkməyi öyrənir. Amma biz gələn şəxsin çəkdiyi rəsmlərdə hər bir simvolun özünün şuuraltı mənası var. Hər bir simvolun insanın duyğularından xəbər verir. O narahat edən duyğularıdırmı, arzularıdırmı, xəyallarıdırmı? Biz artıq orada onu təyin edə bilirik. Və art terapiyanın nəyi daha uğurludur? Gələn şəxs çəkdiyi rəsmlərdə, təsvirlərdə bizə hansı məlumatları ötürür bilmir. Özü də bilmir, özü də bilmədən. Bizim lazım olan məlumatları ötürür. Normal seanslar, danışıq seansları olarsa əgər, insanlar bəzən danışmaq istəmədiyi bir mövzular olur. Ya hazır olmurlar, ya danışma bilmirlər, ya ünsiyyət yoxdur və burada art terapiya möhtəşəm rol oynayır. Məni daha çox maraqlandıran bir mövzu odur ki, dediniz, müəyyən bir emosiyaları saydınız. Mənə psixoloji məqam maraqlıdır. Məsələn, uşaqlarda daha çox psixoloji məqamlar, bu aqressiyadır, özünə qapanlıqdır. Art terapiya burada nə kimi rol oynayır? Yəni bunu büruzə verirlərmi? Art terapiya zamanı bunu sezə bilirikmi? Bu psixoloji məqamlar üzə çıxırmı? Art terapiya özünə qapanmış uşaqlara daha önəmlidir. Niyə daha önəmlidir? Özünə qapanan uşaqlar ünsiyyət yolu ilə yaratmırlar, icazə vermirlər. Yəni insanları özünə yaxın buraxmırlar. Ancaq bu art terapiya texnikalarından tətbiq edərkən biz özünə qapanmış uşaqlarla ünsiyyətə girə bilirik. Hətta autizm tipli uşaqlarla işləyəndə belə onlarda mən çox özlərinin qeyri-adi bir dünyaları olduğunu onların təsvirlərində gördüm. Danışa bilmir, amma o qədər möhtəşəm şəkildə emosiyaları təsvirlərdə göstərir ki. O qədər, yəni ki, insanın üzündəki kədəri, gülüşü, həyəcanı, qorxunu o
bildiyimiz kimi asan emosiyaları təsvirdə vermək asan bir şey deyil. Bunu ən məşhur rəssamlar belə emosiyaları simada vermək çətindir. Amma mən o uşaqlarda o emosiyaları rahatçılıqla göstərir. Yəni bu uşaq qorxub, əslində uşaq özüdür. Özünü sənə təqdim edir. Qorxub, narahatdır. Hər gün biz o təsvirləri çəkdikcə biz bilirik ki, bu uşaq bu gün hansı duyğudadır, hansı hissdədir. Əslində çox yaxşı. Əsl özünə qapanmış uşaqların yolu mən deyərəm ki, art terapiyadır. Biz məsələn bayaq niyə rəsmi sırf qeyd etdim? Art terapiya deyəndə məsələn psixoloqlar tərəfindən gəlir, keçirilir. Mən həmişə rəsm bilmişəm. Siz dediniz artda başqa bir incəsənətin növləri ilə də art terapiyaya keçmək olar. Məsələn mənə çox maraqlıdır. Nə ilə keçirsiniz? Məsələn, rəsmi qoyduq kənara. Rəsmdən başqa nə ilə keçirilir? Məsələn, mən bir nümunəni çəkə bilərəm sizə. Bir dəfə əkiz uşaq gətirilmişdi. Əkiz, autizm, hər ikisi. Amma bunlar iki uşaq bir-birlərindən ayrılmırdı. Yəni ana da demişdi ki, elə prosesi bərabər aparın. Mən musiqi metodunu tətbiq etmək istəyəndə uşağın biri sakitləşdi, baxdı. Amma digər uşaq, autizm olan uşaq getdi, özü basdı, musiqini söndürdü. Mən burada anladım ki, bunlar nə qədər əkiz olsalar belə, hətta görünüşlərində belə mən ayırd edə bilmirdim uşaqları. Ana mənə ipucu vermişdi ki, birinin sırğası mirvaridir, birinin sırğası gilədir. Belə uşaqların fərqini bilirdim. Və orada anladım ki, bunun metodu musiqidir. Amma bu uşağın metodu rəsm çəkməkdir. Hər kəsin öz fərqli metodu var və yaxud da ki, uşaq olur oyunlarla. Oyundur. Özünə qapanıb o mənə deyək ki, qum terapiyasının üzərində. Qum terapiyası üzərində mən oyuncaqları düzürəm. Müəyyən lazım olan fiqurları verirəm də. Orada uşaq özünü, atasını, anasını, ailə üzvlərinin kimlər varsa, onları müəyyən bir nöqtələrə qoymaqla, onlara qarşı reaksiyalarını, hansı emosiya ilə qoyur ora, hansı emosiya ilə kimi yanına qoyur, necə eləyir. Burada artıq biz təyin edə bilirik. Uşağın evdə kimə münasibəti nədir, necədir. Hətta yalnız uşağın deyil, ailədə hamının bir-birinə münasibətini biz o oyun terapiyasında görə bilirik açıq şəkildə. Musiqi terapiyası dediyim kimi, rəsm terapiyası dediyim kimi, rəqs möhtəşəm şəkildə tətbiq olunur uşaqlara. Yəni çox da gözəl uşaqlarda deyim ki, vəziyyətdən çıxardır, aqressiya, depressiya vəziyyətlərdən çıxardır. Adi rəsm dərsində belə dayandırıram dərsi, 5 dəqiqə, 10 dəqiqə bir musiqi qoyuram. Uşaqlara uyğun. Və onlara hərəkət gətirirəm, qəşəng aktivləşirlər, nastroyeniya yaxşı olur və yeni tətbiq edirik rəsmə. Və bu arada mən qeyd edeyim ki, düzdür, rəssamlarımız çoxdur, rəsm müəllimlərimiz ölkəmizdə çoxdur, peşəkar rəssamlarımız var. Amma ölkədə rəsm dərslərini psixoloji tətbiq edən yeganə müəllimə mənəm. Mən düzünü nəyə görə sırf rəsm dedim? Siz indi deyirsiniz, mən məsələn digər bir nüanslara artıq fikir verməyə başlayıram. Çünki hər dəfə psixoloqlar gələndə art terapiya eləyəndə biz sadəcə rəsm başa düşmüşük. Yəni o dərinliyə getməmişik ki, bunun rəqslə bağlı art terapiyası var, qumla bağlı art terapiyası var ya da musiqi. Çoxdur. Mandala var, çoxdur, texnikalar çoxdur. Mən özümün veb saytlarımda da geniş məlumat sistemdə yerləşdirmişik. Nədir? Psixoloqlarımız yəni sahələrini nəzərə alsaq, psixoloji sahədən yanaşırlar. Mən sırf incəsənət sahəsinin mütəxəssisi olduğuma görə incəsənətin dərin aspektlərinə yanaşmışam və dərin aspektlərindən təhsilini alaraq tətbiq etməyə başlamışam. Yəni art deyəndə yalnız rəsm yox, mən birinci hər yerdə onu açıqlayıram ki, yalnız rəsm deyil. Rəsm onun sadəcə bir qoludur, bir əsas qoludur. Onun texnikaları çoxdur. Bəs art terapiyanı evdə valideyn özü edə bilərmi? Məsələn, bunun rəsm formatını nəzərdə tuturam. Bəlkə də digərlərində valideynlər bilirsə, mən bilmirəm. Valideyn necə edə bilər? Edə bilər, bəli. Amma necə? Əgər biz seanslardan əlavə biz onun art terapiyanın təlimlərini veririk. Nəyə görə veririk? Mən düşünürəm ki, hər bir valideynin art terapiya texnikalarını bilməyi çox yaxşıdır. Nəyə görə? Özü evdə tətbiq edərək uşaqlarının həm nəzarətini, duyğusal, emosional, daxili nəzarətini apara bilər. Həm təsir edə bilər art terapiya texnikaları ilə. Və buna görə də bizim proqramlarımız var, təlimlərimiz var. Biz onu veririk.
Xanımlara da fərq yoxdur, bəylər də götürə bilər, xanımlar da. Yəni valideyn olan hər kəsin bilsə daha faydalı olar deyə düşünürəm. Bəli, tətbiq edə bilər, amma o yolları, metodları bilsə və o çünki uşaq təsvir çəkir. Valideyn təsvirə çəkərək baxaraq nə başa düşər? Axı simvolları bilmir, simvolların şuuraltı əlaqələndirilməsini bilmir. Uşaq çəkərkən hansı duyğudadır, necə çəkir? Məsəl üçün uşaq deyər ki, mənə təsvir atırlar. Nino xanım, bunu analiz edə bilərsinizmi? Deyirəm, yox. Niyə? Uşaq mənim qarşımda onu çəkərkən mən onu izləyirəm. Uşağın bədən dilini izləyirəm, uşağın mimikasını izləyirəm, emosiyalarını izləyirəm. Hətta o çəkir, pozur. Pozanda baxıram ki, aqressiyadır, nəyisə çəkmək istəmir, o xoş gəlmədi ona çəkmək. Bunların hamısı analizdir. Anladım. Bəs nə zaman tamam dediniz ki, valideyn keçməlidir, bütün bunları bilməlidir, sonra evdə get. Nə zaman artıq valideyn bilsə də texnikanı mütəxəssisə müraciət etməlidir? Burada artıq patoloji hala keçdikdə, məsəl üçün çox qapanma var. Hətta məsəl uşağın özünə qapanmasında deyək ki, valideynlərini təqsirləndirir. Yəni valideyni təqsirləndirən uşaq artıq orada biraz kənar müdaxilə lazımdır uşağa, həmin uşaqlara. Biraz ağır situasiyalarda artıq mütəxəssis Yəni elə uşaqlar valideynlə artıq o art terapiyanı etməyəcəklər. Xeyr, etməyəcəklər. Yəni ki, valideyn mütəxəssisə müraciət etsə, paralel şəkildə onunla işləyərək, bəlkə valideyn özü tətbiq etmək istəyir. Bu lap super bir şeydir. Mən buna çox sevinərəm. Niyə görə? Bir söz var, onu deyəndə çox insan qəbul etmir. Bəzən aqressiya ilə qəbul edirlər, bəzən qarşı çıxırlar, amma bu reallıqdır. Bir uşaqlarda, ailədə problem varsa, qida mənbəyi ana atadır. Uşaqların enerjisel, emosional qida mənbəyi ana atadır. Demək ki, mənbədə problem var. Mənbədə problem var ki, artıq bəslənən evladlara yəni normal olmayan bir enerjilər ötürülür, normal olmayan duyğular, emosiyalar yaranıb. Ona görə də düşünürəm ki, art terapiya problem olan ailədə, uşaqda problem olan uşaqda art terapiyanı paralel şəkildə valideyn də, valideynlər də, uşaqlar da götürülsə, nəticə möhtəşəm şəkildə dəyişir. Onda mən düşünürəm ki, pedaqoqlar da bunu götürməlidir. Çünki daha çox uşaqlarla işləyən onlardır və pedaqoji tərəfdən yanaşmada psixoloji tərəfdən də yanaşma daha doğru olar. Sadəcə psixologiyanı elm kimi yox da bunun üzərinə plus art terapiyanı da keçib öyrənməlidirlər. Mən həmişə bir söz deyirəm ki, yaşamaq sənətdirsə, yaşatmaq incə sənətdir. Yəni pedaqoqlarımız, təhsil işçilərimiz nə yaşadır? Gəncliyi, gənclərimizi yaşadırlar, inkişaf etdirirlər, onları bəsləyirlər. Hər kəs art terapiyanı yəni bilsə, mən belə başa düşürəm ki, daha faydalı olar. Həm özü üçün, həm cəmiyyət üçün, həm işi karyerası üçün. Əslində universitetlərdə də bu dərsi salsalar pedaqoqlara daha yaxşı olar. Psixologiya dərsini saldıqları kimi. Mən bu yaxında ölkə xaricində araşdırdım, art terapiyanı araşdırdım. Daha doğrusu master səviyyəsini araşdırırdım özüm üçün. Magistratura səviyyəsini Amerikada, İspaniyada, Yunanistanda, bir neçə ölkələrdə, İtaliyada, bir neçə ölkələrin universitetlərində art terapiyanın magistr səviyyəsi var. Bəli, magistr səviyyəsi var. Bu bilsiz nə deməkdir? O deməkdir ki, artıq çox önəmli bir sahədir. Ali səviyyəyə, ali təhsil sahəsinə gətiriblərsə, inkişaf etmiş ölkələrdə, demək ki, önəmi var, gətiriblər. Dediniz, inkişaf etmiş ölkələrdə. Azərbaycanda nə dərəcədə inkişaf edib art terapiya? Azərbaycanda hələ art terapiya demirəm, art, incəsənət, düzdür, Azərbaycanın incəsənəti qədimdir, tarixi qədimdir. Elə ilk art terapiyanı düşünəndə bir dənə Qobustan qayalarını düşünmək olar. Onun üzərindəki təsvirlər nədir? Yazıdan qabaq, danışıqdan qabaq çizimlər yaranıb. Bilirsiniz, yəni bu o deməkdir ki, çox önəmlidir. Art terapiya danışıqdan da qabaq yaranıb. İnsanın yaranan bir günündən art var. Öz hisslərini, öz emosiyalarını gedib Qobustan qayalarının üzərində çəkiblər, təsvir eləyiblər.
qorxularını çəkiblər, hansısa heyvanı ovlarkən ovlamaq istəyən o birinci fantaziyanı nəyiniyib həmin şəxs, həmin insan beynində birinci düşünüb o səhnəni. Deyək ki, ov ovlamağa çıxmaq istəyir. Necə vurub, oxu necə sancıb. Bunu beynində birinci yaradır. Fantaziyalarında yaradır. Ondan sonra onu keçirib Qobustan qayalarının üzərində təsvir edib. Reallığa təsvir edib, reallaşdırıb belə-belə. Bu deməkdir ki, yalnız sağalmaq deyil, inkişaf, hədəflərə getmək, hədəflərini beynində fantaziyalarını yarada bilmək. Hər kəs öz gələcəyini xəyal edə bilmir. Hər kəs öz gələcək uğurlarını, yəni özünü orada görə bilmir. Bu emosional zəkanın blokajlanması deməkdir. Yəni emosional zəka fikir vermisinizmi cəmiyyətdə, sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində problemlərdən danışırlar. Müəllim tələbə ilə bu xaosu yaşadı, cütlüklər bu xaosu yaşadı, idarələrdə, işlərdə hamı nəticədən danışır. Amma səbəbdən danışan yoxdur. Səbəb nədir? Görünməyən altda bir problem var. Emosional zəkanın zəif inkişafı. Emosional zəkanın tam inkişafı bilirsiniz nə deməkdir? İşində, karyerasında, psixologiyasında, həyatında, münasibətlərində problem hər kəsdə yaranır. Mümkün deyil. Yaşam varsa, inkişaf varsa problem var. Amma emosional zəka inkişaf etmiş şəxs o problemlərə yerində həll tapır. Depressiyaya düşmədən, stressə düşmədən, yəni ailə üzvlərində həyat stresi salmadan, xaos yaratmadan, heç kəsi qınamadan, heç kəsi yargılamadan sadəcə o problemi düşünərək emosional zəka genişdir, axı fantaziyalar genişdir, həll yolları onun üçün artıq çox variantlar gəlir. Düşünərək tapır. Amma emosional zəkası çox inkişaf etməmiş şəxs nə edir? Niyə yarandı? Bu problem niyə yarandı? Panikaya düşür. Panikaya düşür, stresə düşür, əhatəsində stresə salır, ailə üzvlərində stresə salır. Çarəyə yox, problem niyə yarandı? Yargılama, hesab sorma. Amma düşünmək lazımdır ki, problemsiz inkişaf da yoxdur. Orada problem varsa inkişaf var. Həll yolu emosional zəkanın açılımı, inkişafı da art terapiyanın yollarından keçir. Yəni incəsənətin qollarını tətbiq etməkdən keçir. Yalnız art terapiya deyil də mən araşdırarkən ölkələrdə, xarici ölkələrimizdə, inkişaf etmiş ölkələrdə, xüsusən də hansı ölkələr mənim diqqətimi çəkir. Keçən dəfə forumda bir xanım Finlandiya ölkəsində idi, xoşbəxtlər ölkəsi adlanıb. Ondan sonra başqa ölkələr də var. Kanada var, İtaliya var. İtaliya dünyada yəni insanların pozitivliyinə görə ön sıralarında olan ölkədir. İtaliya, İspaniya. Mən bunları araşdırarkən nəyi gördüm? İncəsənət sahələrini, dərslərini, rəsm dərsi olsun, musiqi dərsi olsun, əmək təlimi dərsləri olsun, əsas dərs kimi tətbiq edirlər. Əlavə dərs kimi yox. Əsas dərs kimi hətta əsas dərsləri incəsənətin texnikalarına tətbiq edərək tətbiq edirlər. Yəni incəsənət dərsləri ilə əsas dərsləri inteqrasiya edirlər, mövzuları tətbiq edərək. Yəni ki, bilirsiniz necə? İnsan hansı dərsi yaxşı tez götürür? Hansı fəni tez unutmur, qavrayır, yadında qalır, yaddaşında qalır. Daha çox insan var, gözü ilə yaddaşı var, insan da var, eşidərək yadında qalır. Daha çox tətbiq etdiyi bir məsələ daha çox yadında qalır, belə deyək. Əgər bir məsələni çizməyə başlayırsa, ya gözü ilə görürsə, onda onun göz yaddaşı ilə də yadında saxlayanlar var. Bəli, elə bil ki, bilirsiniz necə, insan oxuduğu bir şeyə emosiya yükləyəndə bizim hər şey xatırımızda, yaddaşımızda emosiyalarla qalır. Yəni o an emosiya yaşamışıqsa, hansısa bir duyğuya düşmüşüksə, biz onu unutmuruq. Və burada incəsənətin fənləri, dərsləri, sahələri insanda duyğunu aktivləşdirir, hissləri aktivləşdirir. Və bu əsas dərslərlə inteqrasiya olunanda əsas dərslərin öyrənilməsi də asanlaşır. Və uşaq orada duyğu, emosiya hiss eləyəndə bilirsiniz necə? Duyğu, emosiya insanı canlandırır. Yəni ki,
IQ-nu aktivləşdirən fənlərimizi götürsək, əsas necə deyim, məntiqi dərslər, fənləri götürsək, bu bizdə emosiya, duyğular yaratmır. Tamam, uşaqlar onu super, möhtəşəm şəkildə öyrənirlər, testlərdən %100 keçirlər, amma necə olurlar? Sanki bir biorobot. Duyğu, emosiya yoxdur. Çünki balanslı şəkildə olmalıdır. İntellektual zəka inkişaf edərkən emosional zəka arxa planda qalmamalıdır. Arxa planda qalarsa, maddi dünyada uğur qazanan şəxs mənəvi dünyada uğursuz, çökür. Bunun balansı olanda isə orada əsl huzur, xoşbəxtlik, dəyər, öz sevgi orada yaranır, balans. Hər iki inkişafın paralel şəkildə gedərsə, bu yenə də bağçalardan da başlamalıdır, məktəblərdən də başlamalıdır və ailədə ata-ananın da bu istiqamətdə paralel şəkildə aparmalıdır. Yalnız mənim uşağım məntiqdən %100 toplanmalıdır düşüncəsi, mən heç cür bu düşüncə ilə razı deyiləm. %100 məntiq olarsa uşaq duyğusuz, hissiz, robot olur və sonra uşaqdan gözləyirlər ki, sən niyə empati hissi qura bilmirsən? Sən niyə insanları incidirsən? Sən niyə ata-ananı incidirsən? Sən niyə müəlliməni dinləmirsən? Axı sən o uşağın ruhunu qidalandırmamısan? Mənəviyyatını sən onu bəsləməmisən onu. Yəni, bilirsiniz, necə hər şey bizdə başlayır, özümüzdə başlayır. Daha sonra uşaqlarımızda biz ötürürük. Bizdə nə var? Biz onunla bəsləyirik uşaqlarımıza. Təşəkkür edirəm. Həqiqətən gəldiyinizə görə mən məsələn art terapiya haqqında bu qədər bilmirdim. Yenə qeyd edim, mənim art terapiya dediyim sadəcə rəsm çəkib və onun üzərində analiz aparılmasından o tərəfə keçmirdi. Bugün çox bir məlumat aldım və çox önəmli məlumatlar aldım. Təşəkkür edirəm gəldiyinizə görə, zaman ayırdığınıza görə və bu qədər məlumatları bizə çatdırdığınıza görə. Mən sizə təşəkkür edirəm. Həqiqətən ölkəmiz inkişafı yaxşı, çox sürətli inkişaf gedir, hər sahəsində inkişaf gedir və art terapiya da artıq yeni-yeni inkişaf etdiyi üçün art terapiyanın, incəsənətin təbliği, təqdimi, təqdimatları geniş şəkildə olsa, yəni bu belə addımlarla düşünürəm ki, daha yaxşı olacaq. Bizim də təhsilimiz heç bir ölkədən geri qalmayacaq. Həm təhsilimiz, həm insanlarımızın psixoloji, mental inkişafı. Mən çox sağ olun deyirəm sizə, təşəkkür edirəm, minnətdaram, çox faydalı. Təşəkkür edirəm. Dəvət oldu mənim üçün də, minnətdaram. Təşəkkür edirəm, sağ olun.